Salam, bugün sizinlə belə bir sualın izahına baxacağıq. Deməli, bu sualı seçməkdə məqsədim sualın mənə çox göndərilməsidir. Mən də istədim ki, izah edib suala aydınlıq gətirim. Deməli, görürük ki, şəkildə bizə quşlar sinifinin toxumilər dəstəsinin nümayəndəsi verilib və bizə deyir ki, cinsiyyət vəzisinin yetişmə mərhələsinə keçən ilkin cinsiyyət hüceyrələrinin sayı 5-dir. Yəni, başlanğıc hüceyrəmizin sayı 5-dir. Və bizə deyir ki, reduksiyon bölünmədə əmələ gələn kiçik hüceyrələrdə atosom xromosomların cəmi nə qədər olar? İlk öncə qeyd edim ki, burada ən çox çaşdırılan məqam kiçik hüceyrələr sözü olubdur. Gəlin indi buna aydınlıq gətirək. Ümumiyyətlə, hələ heç bir suala keçmədən qametogenez prosesini bilməliyik. Biz qametogenezi 3 mərhələyə bölürük. Çoxalma mərhələsi, böyümə mərhələsi və yetişmə mərhələsi. Baxın, və bu mərhələlərdə hansı prosesin getdiyini bilmək lazımdır. Daha sonra biz bunu spermatogenezdə, ovogenezdə tətbiq edəcəyik. Deməli, çoxalma mərhələsində ilkin cinsiyyət hüceyrələri mitoz bölünməyə məruz qalır. Böyümə mərhələsində də adından bəlli olduğu kimi, həmin bu bölünmə gedən hüceyrələrdə interfaza mərhələsi gedir. Və yetişmə mərhələsində də meyoz bölünmə gedir. Meyoz bölünmənin də ikinci adı reduksiyon bölünmədir. Çünki azalma ilə baş verir, azalma ilə nəticələnir. İndi gəlin bizə lazım olandan başlayaq. Görürük ki, şəkildə verilən canlı toyuqdur və toyuq dişidir. Dişi fərd ümumiyyətlə qeyd edim elə yeri gəlmişkən. Quşlar sinifinin nümayəndələrində dişi fərd heteroqametdir, XY. Erkək fərd isə homoqametdir, XX-dir. Bizə sualda bu lazım olmayacaq. Sadəcə qeyd etdim ki, yəni yadda saxlayaq. İndi gəlin bu dişi fərd olduğuna görə ovogenez prosesini izah edim. Ovogenez prosesində nə baş verir? Deməli, bu hissəni sildirəm və yazıram. Ovogenez. Dişi fərddən söhbət gedir. Ovogenez prosesində çoxalma mərhələsinə bir başlanğıc hüceyrə daxil olur. Dedik ki, çoxalma mərhələsində mitoz bölünmə gedəcək və burada qeyd edirəm. Mitoz bölünmə gedərkən bir hüceyrədən, yəni bir başlanğıc hüceyrədən həmişə deyirik ki, 2 qız hüceyrə əmələ gəlir. 2 qız hüceyrə əmələ gəlir və daha sonra bu hüceyrələrdə mən birinin üzərində işləyəcəm. Təbii ki, bu digər də bölünmə prosesinə məruz qalır. Deməli, bu bir hüceyrə üzərində işləyəndə deyirik ki, növbəti mərhələdə bu artıq böyümə mərhələsinə keçəcək və böyümə mərhələsində də interfaza prosesi baş verir. Interfazada da inter arasında deməkdir. Burada hüceyrələr yəni iriləşir, girdələşir. Yəni böyüyür, həcmcə artır. Və bu hüceyrə böyüyür, gördüyümüz kimi. Daha sonra həmin bu böyümüş hüceyrə növbəti mərhələyə keçəcək. Burada təbii ki, konjugasiya prosesi baş verir. Lazım gələrsə crossing over də gedir. Daha sonra gəlir daxil olur yetişmə mərhələsinə. Yetişmə mərhələsinə daxil olanda biz deyirik ki, indi baxın bu yetişmə mərhələsinə daxil olan hüceyrədə eyni hüceyrədə sadəcə konjugasiya gedir. Məsələn, elə də olur ki, crossing over də baş verə bilər. Növbəti mərhələyə keçir meyoz bölünməyə. Və meyoz bölünmə nəticəsində biz bilirik ki, meyoz bölünmə 2 mərhələdə gedir. Birinci mərhələ, ikinci mərhələ. İndi ilk öncə meyoz 1-i yazıram. Meyoz 1-də deyir ki, bir dənə başlanğıc hüceyrədən, yəni bir hüceyrədən ikisi əmələ gələcək. Biri iri, digəri isə kiçik və bu kiçik olana birinci dərəcəli yönəlici cisimcik deyəcəyik. Növbəti isə bu isə digər hüceyrəyə başlanğıc verən bir hüceyrədir. Oosis də deyirlər, ovogenez prosesi nəticəsində əmələ gələn ilk hüceyrə də deyirik. Daha sonra bu hüceyrələr ikinci bölünməyə gedəcək. İkinci bölünmədə isə hər bir hüceyrədən yenidən ikisi əmələ gəlir. Baxın, bundan əmələ gələn biri iri olacaq, qalanlar isə kiçik olacaq. Və bu kiçik olanlar olacaq ikinci dərəcəli yönəlici cisimcik.
İkinci dərəcəli yönəlci cisimcik isə burada ən kiçik hüceyrələrdə gördüyümüz kimi, çünki biz sona baxacağıq. Niyə? Bizə verilən proses yetişmə mərhələsindən danışır. Bu bir dənə hüceyrəsi təbii ki, yumurta hüceyrədir, bunu bilirik. Bizə yetişmə mərhələsindən danışır deyə, baxın, bu hissə ilə maraqlanacağıq. Bu hissə ilə. Və reduksiyon bölünmə olduğunu qeyd edir. Yəni biz bilirik ki, onsuz da yetişmə mərhələsində meyoz bölünmə, yəni reduksiyon bölünmə gedir. Və prosesin sonuna baxırıq. Proses bitməmiş, biz heç bir məsələni həll edə bilmərik. Proses bitir və bitdiyi an hansıdır? Bu hissə. Bu hissə üzərində işləyəcəyik. Başqa hissə yox. Deməli, burada bu sualı mənə göndərənlərin çox hərəsi fərqli-fərqli cavablar alıb. Hətta abituriyentlərdən də göndərən var ki, bu necə sualdır ki, hər kəs başqa cavablar alır. Əslində elə bir şey yoxdur. Mən öz fikrimi izah edirəm və düşünürəm ki, bu çox doğrudur. Əslində belədir. Gördüyümüz kimi də mən bunu sübut edirəm. Deməli, burada görürük ki, bu bir hüceyrədən, proses bir hüceyrədən başlandı. Və nəticədə 1, 2, 3, 4 dənə hüceyrə əmələ gəldi. Bu 4 hüceyrənin 3 dənəsi kiçikdir. Bunlar adlanır yönəlci cisimcik. Bir dənəsi isə digərlərinə nisbətən iridir. Onu yumurta hüceyrə adlandırırıq. İndi gəlirik məsələmizə. Bu hissə aydın oldusa məsələyə keçə bilərik. Kiçik hüceyrə nədir? Onu başa düşdük. Yönəlci cisimcikdir, reduksiyon bölünmə meyozdan danışır, yetişmə mərhələsində meyoz prosesi gedir. Və bizə ilkin cinsiyyət hüceyrələri deyirsə, bu elə başlanğıc hüceyrə deməkdir. Başlanğıc hüceyrə sayını da 5 verib. Biz bir hüceyrədən danışanda dedik ki, bir hüceyrə yetişmə mərhələsinə daxil olanda, baxın, yetişmə mərhələsinə daxil olanda bir hüceyrə ona yekunda neçəsi əmələ gəlir? 4 dənəsi. Bu 4 dənənin deməli 3 dənəsi yönəlci cisimcikdir, bir dənəsi isə yumurta hüceyrədir. Və indi bizə verilən hüceyrəyə uyğun yazırıq. 5 dənəsi daxil olanda isə 5 dənəsi daxil olanda. Yekunda 5 vur 4, 20-si əmələ gələcək. Çünki meyoz prosesi gedir. Bir hüceyrədən 4 əmələ gəlirsə, 5-dən 20-si əmələ gələcək. Bu 20 dənənin isə həmişə deyirik ki, yumurta hüceyrənin sayı başlanğıc hüceyrə sayına bərabər olur və yaxud da ki, sonda əmələ gələn hüceyrələrin 1/4 hissəsi yumurta hüceyrənin payına düşür. Həqiqətən də burada sübut olunur ki, bir başlanğıc hüceyrə daxil olubdur prosesə və bir dənə də yumurta hüceyrə əmələ gəlib. Burada isə 5 dənəsi daxil olubsa 5 yumurta hüceyrə əmələ gələcək. Ya da belə istəməsəniz 20-nin 1/4 hissəsini taparsınız. Və deyirik ki, bunun 5 dənəsi yumurta hüceyrədirsə, 15 dənəsi yönəlci cisimcikdir və yaxud da 20-nin 4/3 hissəsini tapacağıq. Ya da başlanğıc hüceyrəni vuracağıq 5-ə. Eyni şeydir. İndi gəlirik baxaq. Bizə nə deyir? Kiçik hüceyrələrdə autosom xromosomların sayı, yəni bir-biri ilə eyni olan cinsini götürməyəcək. Biz bilirik ki, toyuğun xromosom sayı somatik hüceyrəsinə 2-yə bərabərdir, 78-dir. Və bu proses nəticəsində artıq biz qamet əmələ gətiririk deyə. Bu xromosom sayda 2 dəfə azalır deyə meyoz prosesindən danışırıq axı. Bizə lazım olacaqdı n bərabərdir 39. Amma burada bir şey var ki, bizdən autosomu istəyir. Autosomu istəyirsə, biz ümumi xromosomdan cinsini çıxacağıq, oradan autosomu tapacağıq. Bizə də qamet lazım olduğuna görə buradan götürürük. 39-dan çıxırıq, biri qalır bizə autosom. Burada da məsələn, əgər somatikdə soruşsaydı 2 çıxacaqdıq. 76 dənə. Somatikində 76 autosom xromosom var. Amma ki, qametində 38 autosom xromosom var. Və indi gəlirik əsas məsələyə, cavaba. Cavab nədir? Biz görürük ki, kiçik hüceyrələr yönəlci cisimciklərdir, 15 dənədir. 15-i vururuq, deməli 38-ə. Və buradan da alırıq 570. Bu da bizim cavabımız. Ümid edirəm aydın oldu. Bu mənim fikrimcə idi və mən fikrimi sübut etdim. Ümid edirəm aydın oldu. Deməli, növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.